Xalqımızın başına müsibətlər gətirilmiş, haqsız yerə qan tökülmüşdü. Evlərdə yasdı. Hər gün şənbə gecəsinin bir-birindən müthiş sorağı söylənilirdi. İkinci növbənin uşaqlarının gəlişi daha çətin idi. Axırıncı dərs qaranlığa düşürdü. Gülzar müəllimənin sinifi ikinci növbə idi. Gəlməyənlərin yeri boşdu. Sinif, boş qalmış partalar ah çəkirdi elə bil. Elə bil nə qanlı atışmalar olmuşdu, nə bir həftə məktəbə gəlməmişdilər. Müəllimə həminki geyimində, sual da həmin ahənglə. Mən aydın səmində güc gəlmişdim həmən. Sakitlik də sizin oldu. Müəllimə, bizim qapının yanında bir tək dayanır. Ben size oraya gəlməyəm. Onun, müəllimə onun, sonunun qardaşı ölüb. Siz şəhidlər xiyabanına getməmişsiniz, müəllimə. Sonunun qardaşını da oraya dəfn edilər. Şəkli də qəbrinin üstündədir. Bundan sonra hamı sustu. Müəllimənin indi ağlına gəldi. Onun uşaqlarının əgər yaxın bir kəsə həlak olmuşdusa, bir dəqiqəlik sükutla ayağa qalxıb dayana idilər. Bax bu düz olardı. Dırın dərsi tiflis prospektöründə tankın altında qalmış. İndi müəllimə başqa boş partalara baxmaqdan çəkinir, soruşmaqdan yayınırdı. Müəllimə, qəzetlərdə heç gün məlumat verilmir. Yalnız başqa öyrənlərin sayı 300-dən çoxdur. Mən öz gözümlə görmüşəm müəllimə. Yalan demirəm. Atam canı, and olsun Allaha öz gözümlə görürəm. Niyə yalan deyim? Budur. Bunlar tanklardan atıldılar. Hə, bizim küçədə çoxdur. Eləsi vardı qanım qalmışdı. Onu gətirməm. Hasta olmuş döndürürlər müəllimə. Bir oğlan kesilmiş. Saldan yaxınlaşıb qabağını kəsər. Avtomatın qundalı ilə elə vurub ki, oradaca yıxılıb yerə. Bir də müəllimə, mən bir ibarət yazmışam. Belə dərsin bircəsi də bəs idi.